prorektorlar elə onların suallarını cavablandırmaq, təkliflərini dəyərləndirmək üçün görüş keçirirlər. Tələbələr seçib mən bildiyim qədərilə sizləri, amma heç birinin sizə nə bir sualı var, nə bir təklifi var. Niyə görə bu sükut? Yəqin ki, bu qrupun heç bir problemi yoxdur. Var. Əla. İmtahan nəticələrinin çıxma müddəti ilə əlaqəli problem var. Məncə bu hər il hamıda olur. Bəzən o qədər uzadırlar ki, 2 həftəyə qədər gedib çıxdığı olur da. Məcbur deyil yayın ortasında günümüzün qəşəng keçdiyi bir vaxt bəy aldığımızı öyrənməyə. Ona görə çox istəyərdim ki, minimum dərəcədə hardasa 2 günə falan azaldısa çox yaxşı olar. Bir də imtahanda fazla üstümüzdə düşdüklərini və baskı olduğunu düşünürəm. Həyəcanlanmıramsa belə o baskıdan yadımdan çıxır bildiyim. Buyurun, cavablandırın tələbənin sualını. 4 və 7 iş gün ərzində imtahanın cavabları çıxır. Yəni gecikmə halı baş vermir. Bu sizin üçün baş verə bilər. Çünki universitetin qoyduğu qanundan bir çox tələbənin xəbəri yoxdur. Şəxsən özüm də keçən semestr könüllü nəzarətçi olmuşam və imtahanları şəxsən bir-bir özüm gəzib yoxlamışam. Və orada hər hansısa bir baskın olduğunu mən düşünmürəm. Yəni təzyiqin olduğunu. Bəli, təzyiq olmayıb. Yəqin ki, xanım problemi vaxtında bildirməyib. Bundan sonra nəzakətli olaraq xanıma qarşı.